Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kender kuluna, adı güzel, özü güzel Muhammed. Təşrif var inşallah məclisimizdə Seyid İza həyimiz iştirak ediyor. Seyid İza həyimizə söz verək, sözləri təbriklər üçün. Dursun Seyid əmimiz. Salavat, Peygamber, Ali Peygamber, Allahümme salli ala Muhammed ve aleyhi ve sellem. Cümlenizi təbrik edirəm. Həm Qurban bayramı münasibətilə, həm də Qədir-Xan bayramı münasibətilə. Qədir-Xan şiələrin bayramı. Həzrət Əliyə məhəbbəti olanlar, Peyğəmbəri Əlidən ayırmayanlar, Əlini Peyğəmbərdən ayırmayanların bayramı. Kim Mühəmmədi Əlidən ayırır, lənətuna. Allah Nəsimiyə rəhmət eləsin. Nəsimi Əhl-i Beyt şairi olur. Əhl-i Beyti sevənlərdən olur. Və Əhl-i Beyti sevdiyinə görə soydular. Əhl-i Beyti sevdiyinə görə. Elə belə deyil. Gedib Hələbdə durasan, səsini ucaldasan, Həzrət Əlini mədh edəyəsən, 12 namını mədh edəyəsən, Həzrət Əliyə düşmən olanlara lənət deyəsən. Elə şey deyil. Onlar ölkə adamı öldürərlər də dərsini də soyarlar. Allah ona rəhmət eləsin. Bir neçə şairlər var ki, ərəb, fars, türk dilində yazırlar şeirlər. Bir neçə şairlər var. Füzuli kimi, Nəsimi kimi şairlər. Ərəb dilində yazır, türkçəndə yazır, farsçanda şeirləri var, Nəsimi də. Nəsimi zamanında 14-cü əsrdə dünyanın yarısını heyrətə salan bir şair olur. Azərbaycan, Orta Asiya, İran, İraq, nə bilim, oradan keçdi Əfqanistan, Pakistan, oradan keçdi Misir. Dünyanın yarısı Nəsimini tanıyır. Ərəbcən deyib şeirlərin, farscan deyib türkçən deyib. Amma bizdə Azərbaycanda Nəsimini dinsiz bir şair kimi tanıtdırıblar. Dinsiz şair kimi. Nəsimi fəlsəfi şair olur. Yazdığı şeirlər fəlsəfədən ibarətdir. İdraki olmayanlar, dərk eləməyənlər oyu başa düşəlməzdirlər. Düşmək də mümkündür. Özü deyir, şeirlərində deyir ki, mən insanı, sizləri, insan, səni hidayət eləyənlərdən olaram, sizi kafir eləyənlərdən olaram, şeirində. Hidayət eləyənlərdən olaram, sizi küfrə salaram. Yəni, Nəsimi şeirlərində Nəsimini başa düşməyənlər küfrə getdilər. Yazığa kafir dedilər, Nəsimiyə kafir, amma özləri küfrə getdilər. Nəsimi kafir olmadı. Mən bu günləri biz Qədir-Xan bayram münasibəti ilə burada cəm olmuşuq da, yığışmışuq. Belə məzlisləri Allah bizim elimiz olğanımızı çox eləsin. Görməmişik də, amma yaratmaq lazımdır. Diqqət edirsiniz, baxırsınız Bakı kəndlərinə, onların o məclislərinə diqqət edin, cəmaət orada nətər iştirak edirlər. Necə iştirak edirlər, hamı şoq ilə iştirak edir. Eləmi? Bizə hələ o yoxdur. Biz ona vərdiş eləməliyik. Biz onu görməliyik, görə öyrəşəsən bir işə. Görməsin, öyrəşə bilmirsən. Allaha şükür. Allah qardaşımızı canı salamat eləsin. İnən ikinci məclisi biz burada olduq. İnşallah davam eləsin. Kimin əlindən nə yardım gəlir, kömək eləsin, bu iş davam eləsin, geçsin. Nəsimidən bir şeir oxuyacam, inşallah. Şeir oxuyacam. Allah hamımızın bayramını yenə də mübarək eləsin.
Allah Teala xalqımızın, elimizin, obamızın da gələcək günlərin xeyrə mübəddəl eləsin. İnşallah bizi əlinin yolun gedənlərdən, əli yolu haqq yoldur, Peyğəmbər salavatullah deyir. Harada əli varsa, orada haqq var. Harada haqq varsa, orada əli var. Onlar Həzrət Əli ilə haqq heç biri bir-birindən ayrı olmayıb olmayacaqsa, kim də o yolu gedəcəksə haqqın yolunda olacaq inşallah. Və qiyamətin günündə də o haqqın yolun gedənlərin Allah Teala özü mükafatlandıracaq. Qədir-Xumdan danışılır, bu həzrlər görüblər. Qədir-Xum belə bir yerdədir də, indiki bu gündə, bugünkü gündə o Qədir-Xumu istəyirlər yadlardan çıxartsınlar. Gedən hacıların yadından çıxartsınlar. Yolu o Qədir-Xumdan ayırırlar. Mədinə və Məkkənin arasında bir yerdir. Qədir-Xuma yetişincən, o gedən hacılar bilirlər. Hacı gedir, bizim hacılarımız otururlar, onlar görürlər. Qədir-Xumadan, Məkkədən, Mədinədən, Qaradaşdan başqa heç saat görürlər. Elə bir gözdən yerə Qaradaş təpələnir. Qədir-Xuma çatanda təbətdə yaşıllıqlar görünür, orada. Niyə? Həzrət Əlinin adı var orada. Allah Teala Peyğəmbəri əmr elədi, özündən sonra bəhsini cəmaata tanıtdır. Allah. Peyğəmbər salavatullah da Həzrət Əleyhisselamı o yerdə tanıtdır ki, o yerdən sonra bəli, bayaqları Umudvar da o qeyd elədi, ora yol ayrıcıydı, oradan gələnlər oradan sonra ayrılacaqdılar, biri Dəməşqə gedəcəkdi, biri Suriyə gedəcəkdi, biri Azərbaycana gələcəkdi, yəni dünyanın hər yerindən, harada ki müsəlman var idi, onlar oradan ayrılırdılar, o yerdə Peyğəmbər saxladı. Mən kimin mövlasıyam? Əli onun mövlasıdır. Mən kimin mövlasıyam? Əli onun mövlasıdır. Bəli, mən kimin mövlasıyam? Əli onun mövlasıdır. Allahdan dua istəyirik, Həzrət Peyğəmbər salavatullah, ey mənim Rəbbim, ey Allahım, sən əlini sevənləri sev, ona düşmən olanlara düşmən ol. Peyğəmbərin kəlamı da istəyidir, duasıdır. Peyğəmbərin duası da Allah yanında qəbul olan dualardandır. Bəli, əlini sevməliyik, o yolun getməliyik, əli yolun getməliyik. O nə daşlıq yoldur, nə asfalt yoldur, nə çəmənlik yoldur, o əli yoludur. Gərək əlinin getdici yolu gedək, haqq yolun gedək, haqqın arxasında duraq. Nə haqqın arxasında gedib durma. Həzrət Əli əleyhissalam oldu. Zalimə gedib qulluqçu olma. Zalimə gedib mühasib olma. Zalimə gedib məmur olma. Bilirsən ki, zalim ol. Neyniyəcək? O zülm edəcəksən də onun tərtibatçısı olacaqsan. Olmaz. Haqqı tanımaq, haqqın yolunda getmək lazımdır. İnşallah Allah nəsimliyə rəhmət eləsin. Allah sizlərin də ömrün uzun eləsin. Bu yolda bizlər də nə eləsin, davamçı eləsin. İnşallah davamlı olaq işimizdə. Salavat Peyğəmbər, Ali Peyğəmbər haqqında. Kim ki deyir salavatı azdı, o salavatı tanımır. O Allah'ı tanıyanlardan deyir. O Peyğəmbəri tanıyanlardan deyir. Salavat dualarımızın pekidir. Peyğəmbər sallavatullahın dinlə hədisdir. Salavat dualarımızın pekidir. Ona görə deyir ki, dualarımızın əvvəlində və axırında salavat deyir ki, o başımızın üstündə fırlanmasın dualarımız. O salavat o çatdıracaq Allah'a. Tez aparacaq. Allah da bizim dualarımızı tez eşidəcək inşallah. Hər müavlən sərvəri üçün Ya Muhammed, Ya Ali cümlənin həm behtərisiz Ya Muhammed, Ya Ali bu cahanın afitabisiz yenə həm afitab həm zülümət ənvəlisiz Ya Muhammed, Ya Ali
Şanınızda geldi hem Taha Yasin hel ata ve Zuhan'ın defteri süz ya Muhammed, ya Ali. Ayet-i Nur'a kine hem afitabın mənası, lehmike lehmide istir, ya Muhammed, ya Ali. Mədəni südgü sefaten, hem yine lütfü kerem, ra mekanın ruheri süz ya Muhammed, ya Ali. Dürr-i şehbar-i kehrebar, lütfünüzdür bir güman. Hem sedefin ruheri süz ya Muhammed, ya Ali. Hadi rehber sen cümle alemde bugün. Cümle nadir menzeri süz ya Muhammed, ya Ali. Emr-i ma'rufun beyanı sizden oldu aleme. Nehy-i işlerden birisiz ya Muhammed, ya Ali. O zamanda kıldınız cemceme-i ehya-i kuşki, padişahı birbirisiz ya Muhammed, ya Ali. O cebel tekzir desti yine sen qətleyniyen, öldüren hem enterisiz ya Muhammed, ya Ali. Sanla ki günde şefaat sizden umar Rasu'a. Hem Resul-i Heyderisin ya Muhammed, ya Ali. Fatime, Zehra, Betul, Kurretul Eyni Resul. Şehber-i hemşiferisin ya Muhammed, ya Ali. Şah-ı Zeynül Abidindir ol imam-ı rehnuma. Şah-ı Bakir Caferisin ya Muhammed, ya Ali. Musa-i Kazım Rıza'dır hem Kadir'dir hem Neki hem Hasan-ül Eserisin ya Muhammed, ya Ali. Mehdi Şah-ı Zaman sen Fatih-i Hüsnü'deler. Evvelü hem ahirisiz ya Muhammed, ya Ali. Yarınki günde şefaat sizden olur cümleye. Şah-ı yevmül mehşerisiz ya Muhammed, ya Ali. Bu pegiri binava herden diler sizden dua. Lütfüle ehsen yerisiz ya Muhammed, ya Ali. Sünnetini mehzilde bir zamandır söylesin, gece gündüz zakirisin ya Muhammed, ya Ali, ya Muhammed, ya Ali. Salavat peygamber al peygamber efendim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah hamdün enbatına rahmet eylesin. Allah hamdü şad günlerde bir niyet eylesin inşallah. Allah Teala bize hem bu dünyada hem ahirette şadlıklar nasip eylesin. Amin ya Rabbul Alemin. İnşallah. Aksakallar mezheplerimizin bezelidir. İnşallah istiramiz burada Hazreti Əli'den sürüd okuyan inşallah. Bəhri Hasan'dır inşallah. Kimin ürəyi kömək edər. Ezber olup adı düşüp dillere, hep konu Mevla buyurur ellere. Ezber olup adı düşüp dillere, dilde yorulmaz ise 100.000 kere. Ya Ali Mevla, Ali Mevla, Ali. Dilde durulmaz ise 100.000 kere. Ya Ali Mevla, Ali Mevla, Ali. 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 Ya
Ali Hakk'a giden rahibi, fakrine biz şielerin şahidi. İsmi Ali Hakk'a giden rahibi, fakrine biz şielerin şahidi. Şanini vesfeyleyen Allah idi, şanini vesfeyleyen Allah idi. Ya Ali Mevla, Ali Mevla, Ali. 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 Kim tanır Tedavi Heyderi, şiir Huda fethediyen Peygamberi. Kim tanır Tedavi Heyderi, şiir Huda fethediyen Peygamberi. Şiirlerin serveri hem rehberi, şiirlerin serveri hem rehberi. Ya Ali Mevla, Ali Mevla, Ali. 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 İndi değil ya Ali'ye şuresi, indi değil ya Ali'ye şuresi. Dünyanın her hakikati hem ölçefi, dünyanın her hakikati hem ölçefi. Bir uzalın tekleyen ol kefi, bir uzalın tekleyen ol kefi. Ya Ali Mevla, Ali Mevla, Ali. 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 Hakkını Mevla buyurup ellere, ezber olup adı düşüp dillere. Hakkını Mevla buyurup ellere, ezber olup adı düşüp dillere. Dilde yorulmaz dese 100.000 kere, dilde yorulmaz dese 100.000 kere. Ya Ali Mevla, Ali Mevla, Ali. 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 Ali, 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 Ali Mevla, Ali. 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 Ali şiiri Hudadır, Ali Şah-ı Biladır. Ali şiiri Hudadır, Ali Şah-ı Biladır. Hatibel Hüsebadır, Hatibel Hüsebadır. Ali derde devadır, Ali derde devadır. Ali Mekkemin adıdır, Ali Mekkemin adıdır. Hakikatte Ali Merve'deki zevk sebadır. Hakikatte Ali Merve'deki zevk sebadır. Ali, Ali Mevla, Ali. Ali, Ali Mevla, Ali. Ali, Ali Mevla, Ali. Ali, Ali Mevla, Ali. Ali şan-ı keremdir, Ali bab-ı sefadır. Ali şan-ı keremdir, Ali bab-ı sefadır. Ali zalime faslar, muninat-ı garadır. Ali dine fedadır, Ali şan-ı hetadır. Ali dine fedadır,
علی شام اسرار علی علی مولا علی 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 مولا علی 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 مولا علی علی مولا علی 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 مولا علی 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 مولا Salavat peygamber anı peygamber. Sallallahu aleyhi ve sellem.